Ağcabədidə ağac əkmə aksiyaları davam edir. Növbəti belə aksiya rayonun Zəfər prospektində. Eyni zamanda Bəhramtəpə-Mingəçevir magistral yolunun aşağı Afşar və Hacıbədəlli kəndlərindən keçən hissəsində təşkil olunub. Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərsalma və memarlıq ili çərçivəsində baş tutan aksiyalarda icra başçısı Rafil Hüseynov, rayonda fəaliyyət göstərən idarə, müəssisə təşkilatların rəhbərləri və kollektiv üzvləri iştirak ediblər. Aksiya zamanı Zəfər prospektində 700 ağac, o cümlədən 200 həmişəyaşıl, 200 meyvə, 300 ədəd isə müxtəlif meşə ağacları, həmçinin gül kolları əkilib. Aşağı Afşar və Hacıbədəlli kəndləri ərazisində də 500-ü meyvə, 100-ü isə həmişəyaşıl olmaqla ümumilikdə 600 ağac əkilib. Eyni zamanda yolkənarı ərazilərin otları biçilib, əkilən ağaclar sulanıb, onlara aqrotexniki qaydada qulluq edilib. Məlumat üçün bildiririk ki, ağac əkmə aksiyaları rayonun bir çox kəndlərində həyata keçirilib. İlin əvvəlindən start götürülən belə tədbirlərin ardıcıl olaraq bundan sonra da keçirilməsi nəzərdə tutulur. Gündüz Sevindik, Kənan İsayev, Aran Ağcabədi İnternet televiziyası üçün.